Yəqin ki, meyxanaçı Samirənin qızı Fərəhin Kəmalə Günəşlinin arxasını göstərərək cəmaata, cəmiyyətə yeyəsiniz tipli videosunu görmüsünüz. Görməyənlər bir daha baxsın. Ayrılmasın, bir şey demək istəyirəm. Elə bunu yayınlayacağıq. Həm mən öz səhifəmdə yayınlayacağım, hər yanda. Bütün saytlara belə verəcəyik. Bax, burada Nərminimizin məclisində nə qədər xanım var. Valla, hamınız bəzi yerlərini danışırsınız, amma bəzi yerlərini yeyirsiniz. Hamınızda da var, əcə verin, yaxşı şeylər. Hamınız sevinin, bir ruzu almışlar. Azərbaycan qadını həmişə abır həyası, isməti, geyim əxlaqı, milli mənəvi dəyərlərə əməl etməsi, danışığını, yerini, hərəkətini bilməsi ilə həmişə zirvələrdə olub. Çox təəssüflər olsun ki, son zamanlarda əsasən də sosial şəbəkələrdə populyarlıq qazanmaq üçün qadınlar öz bədənlərindən istifadə edir. Nəzərə çatdırım ki, öz bədənlərini göstərmək, istifadə etmək başqa peşə sahibləridir ki, o bədənlərini pul qarşılığında satır və ona görə də o bədənlərinə baxır və qarşı tərəfə həzz vermək üçün mütəmadi olaraq müəyyən əməliyyatlar keçirirdi əvvəllər. Amma son zamanlar bilmək olmur kim niyə görə nə edir. Qaldı ki, Samirənin qızının Fərəhin dediyi sözə yəqin ki, siz öz arşınızla ölçürsünüz və bir şey olan kimi o bədən hissələri yeməkdən danışırsınız. Bədən hissəsi yeməklə ola bilər ki, gündəmə gəlirsiniz və yaxud da ki, bunu deməklə və yaxud da ki, sizin həyat tərziniz, gördükləriniz, ətrafınız kimlərsə belədir, belə yəni zirvəyə qalxır. Sizin və heç kimin ixtiyarı yoxdur ki, cəmiyyəti, xalqı və onu qınayanlara belə təhqirlər deyəsiniz. Azərbaycan qadını danışığın, duruşuğun bilən olubdur. Və çox təəssüflər olsun ki, orada olan qadınlar da buna gülüşürlər, elə Kəmalənin özü də. Arxası ilə gündəmə gəlmək yaxşı bir şey deyil, fəxr olunası bir şey deyil. Əslində sizi zirvəyə qaldıranlardadır günah, cəmiyyətdədir günah, pul verənlərdədir günah, sizi məclislərinə çağıranlardadır günah, sizi başlara qaldıranlardadır günah. Əvvəllər başqa qadınlar başda olurdu, baş tacı olurdu. Amma təəssüflər olsun ki, indiki cəmiyyət sizin kimlərə yer verir. Ayıb olsun belə danışıqlara. Hələ Thomas Tolikin verilişinə çıxıb, məni səhv başa düşənlərdən üzr istəyirəm. Elədiyi bir səhv azmış kimi. Sən cəmaatı təhqir Sözüm yenədir. Xalqım əgər məni səhv anlayıb, özünə götürübsə, üzr istəyirəm. Elə bir güya cəmaatı boşluq çıxarar ki, kim səhv başa düşməyib, sən hamını demisən. Ayıb olsun elə sənə də, sənin kimi arxa güdənlərə də, arxa müdafiə edənlərə də və elə adamların yanında olanlara da. Arxaları ilə, bədənləri ilə gündəmə gələn qadınlar bizim cəmiyyətə lazım deyil. Bəstirin, milli mənəvi dəyərlərimizi məhv elədiniz, qadına yaraşmayan hərəkətlər, həyat tərzini gündəmə gətirərək cəmiyyətimizi korladınız. Cəmiyyətimiz belələrinə yer verirsiniz, başa qaldırırsınız və sonra sizin ailələriniz, balalarınız da bu yolların yolcusu olacaqdır. Ona görə də belə şeylərdən əl çəkmək lazımdır.